Maşını moykaya aparmağa ərindiyim üçün özüm yumaq qərarına gəldim. Gördüyünüz kimi yağın yağışın və payızın bütün xatirələri maşını bərbad hala salıb. Krılonun altında isə kəndə girdinsə olmazsa olmazı axırımıza çıxan mal peyni. Yeter yoruldum ola ben. Krantdan suyu açaraq gedirəm vedrəmizin yanına. Gözləyirəm ki tam dolsun sonra götürərəm. Bagajdan velosiped vlogundan gördüyünüz şampunu götürüb gedirəm vedrəmizin yanına və başlayıram sehirli eliksir hazırlamağa. Hümana ve Hümana ile birlikte sağdan sola üstten alta önden arkaya kanat. Maşını yumazdan əvvəl deyinə-deyinə də olsa burada yarpaqları başlayıram yavaş-yavaş təmizləməyə. Sizi bilmirəm, məndə belə bir adət var. Maşını bu cür özüm yuyanda ilk olaraq güzgülərindən başlayıram, moykada isə ilk olaraq kozasından. Burada da güzgü silənlər yadımdan çıxıb qaldırmamışam. Allah yemin ederim geri zekalı bu çocuk. Sonra isə başlayıram kozanı yumağa. Burada qəşəng-qəşəng şampunlayıram. Gözümdən qaçan bir dənə yarpağı götürüb tullayıb təzədən yenə başlayıram ki, qəşəng şampunlu su ilə maşının üstündə olan çirkləri, kirləri yumağa. Abicim beni bir bırak. Bu hissədə olan mal peynini də yaxşı-yaxşı sürtüb təmizləyirəm. Oturub kraskanın canına elə bir ki kleydir. Yok ya. Allah Allah. Vay be. İnandırım sizi ki, kəndin yoluna çatanda əlacım olsa maşını alıb kürəyimdə apararam ki, heç yeri batmasın. O da çox ağır deyə təəssüf ki mümkün deyil. Maşının hər tərəfini yaxşıca şampunlayıram, yuyuram və başlayıram durlamağa. Durlamaq yerini çəkə bilmədim, üzürlü sayın çünki çəkilişi tək etdiyim üçün alınmadı. Tamam. İnandım tamam. Burada da hamının canını boğazına yığan cücü ilə rastlaşıram. Nə qədər mədana sürətdə başa sallam ki, qardaş uç get buradan, əlimdə iş görürəm, mane olursan, başa düşmək üçün mədana sürətdə başa sallam. Və oradan da yenə gedir düşür kapotun üstünə. Götürürəm, kömək eləmək istəyirəm, görürəm ki, içkilidir, çox fikir vermirəm. Ya sen ne biçim insansın? Sen ne biçim insansın? Ceyran dərisi ilə maşını qəşəngcə qurulayıb, 4 təkərin 4-ünü də bəxtimiz kimi qapqara qaraldıb, keçirəm yekun nəticəni sizə göstərməyə. Sonuç? Sonuç ne? Və bu da yekun nəticə, əməlli başlı maşının rəngi üstünə gəldi. Sizlər də necə olduğunu kommentdə bildirməyi unutmayın. Növbəti vloglarda görüşmək üzrə özünüzdən müğayət olun.